Salam. İsti yay günlərində ən sevilən tort olan bilincik tortu reseptini sizinlə bölüşürəm. Bu tort həqiqətən o qədər dadlıdır ki, onun meyvələrinin aroması, qaymağın verdiyi dondurmadadır. Onu elə ləzzətli edir ki, yeməkdən doymursan. Tortu hazırlamağa bilincik xəmiri ilə başlayırıq. 3 ədəd yumurta, yarım stəkan şəkər tozunu yaxşıca qarışdırırıq. Üzərinə 4 stəkan süd, 2 stəkan su, yarım stəkan duru yağ, yarım çay qaşığı duz və 1 paçka vanil əlavə edirik. 3 stəkan unu yavaş-yavaş əlavə edərək qarışdırırıq. Topaqların əmələ gəlməməsi üçün mikserlə qarışdırsaq daha yaxşı olar. Xəmir bu şəkildə duru olur. Yavaş-yavaş tavaya əlavə edib hər iki tərəfini qızardırıq. Bilincik xəmirləri hazır olduqdan sonra onları soymağa qoyuram. Belə elastik xəmir alınır və bundan sonra kremini hazırlamağa başlayıram. Kremi üçün yarım litr qaymağı qaba əlavə edib qarışdırırıq. Krem tam hazır olduqdan sonra yavaş-yavaş 1 stəkan molakonu əlavə edirik və tam qarışdırırıq. Zövqə görə içərisinə əlavə edəcəyimiz meyvələri xırda-xırda doğrayırıq. Meyvəli dondurmanı sevən hər kəs bu tortu məncə çox sevir. Artıq hazırlamağa başlaya bilərik. Mən tort kəsmək üçün istifadə olan dəmirdən istifadə etdim. Bu dəmir yoxdursa, hər hansı bir dərinliyi olan qaba boşqab qoyub, boşqabın üzərində də yığmaq mümkündür. Sonra boşqabı oradan çıxartmaq olar. Dəmirin kənarlarına bu şəkildə bilincikləri üst-üstə düzürük. İçərisini kremləyib, digər bilinciki alt qatına səririk. Mən bu qata meyvəni əlavə etməyi unutmuşam. O qata da meyvəni əlavə etsək daha yaxşı olar. Orta qatı hazırlamaq üçün bilinciklərin üzərini kremləyib, meyvəsini əlavə edirik və dürmə çalına gətiririk. Yəni onu yumrulayırıq və orta qatını bu şəkildə düzürük. Yenidən kremləyib, bir qatda bilincik qoyduqdan sonra meyvə əlavə edib, yenidən dürmə çalına gətirib üzərini yerləşdirə bilərik. Üst qatı yenidən kremləyib, bilincik əlavə edirik və bükməyə başlayırıq. Üzerini streç salafanla örtüb, bir gün soyuducuda gözlətsək, özünü daha yaxşı alar və daha da gözəl olar. Hazırlayan hər kəsə nuş olsun. Sonda bir şey demək istəyərəm. Mən bu kanalı yeni yaratmışam. Abunə olaraq mənə dəstək olsanız çox sevinirəm. İzlədiyiniz üçün çox sağ olun.